Xanım Fatimə Zəhra deyir, elə ki, cənnətə daxil olur. Cənnətə daxil olan kim bu ayəni oxuyur? Bismillahirrahmanirrahim. Elhamdülillahilləzi əzhəbə annəl huzn. Hüzn və qəm-qüssəni sona çatdıran Allaha şükür olsun. Allah Həzrəti Fatimə salamullah aleyhə buyurur ki, Fatimə, məndən istə. Nə istəsin? Məndən istə. Həzrəti Zəhra salamullah aleyhə Allaha buyurur ki, Əsəluka əllə tuəzzibi muhibbi və muhibbi itrəti binnar. Xanım Zəhra Allahdan nə istəyir? Buyurur ki, ilahi, məni və övladlarımı sevənlərə cəhənnəm əzabı vermə. Görün, xanım Zəhra o anda belə, məhşərin ən çətin anlarında belə ki, insanların ağlaşma səsi hər tərəfi bürüyür. Xanım Fatimə Zəhra salamullah aleyhə deyir ki, ilahi, məni və balalarımı sevənlərə əzab verməcindən. Görün, xanım Zəhra nəyi fikirləşdi? Bunu bir dənə ana fikirləşə bilər. Əslana, bəli. Həqiqətən bunu bir dənə ana fikirləşə bilər. Bir ana deyə bilər ki, mənim balalarım cəhənnəm oduna düşməsin.